hal əhval tutur. Ağa Qazi buyurur, niyə bu qədər nigaransan? Nə üçün narahatsan? O da deyir, ağa, belə bir çətinliyə düşmüşəm, bunlar da mənə cavab vermirlər. Ağa Qazi buyurur, sən bugün get pasport idarəsinə, filan adamın yanına get, de ki, sənin işini həll etsin. Bu şəxs də gedib həmin adamın yanına müraciət etmişdi, problemini demişdi. O adam dərhal onun üçün bir keçid vərəqi, bir icazə kağızı hazırlamışdı və xülasə bu şəxs geri qayıda bilmişdi. İraqa qayıtdıqdan sonra çoxları etiraz edirdi ki, axı Ağa Qazi buradadır, Məşhəddə nə işi var idi? O şəxs Nəcəfə qayıdıb onunla görüşmüşdü. Ya küçə bazarda, ya evdə. Ağa Qazi buyurmuşdu ki, siz səhv edirsiniz. Məşhəddə olan mən deyildim. Mən ümumiyyətlə Nəcəfdə idim. Hamı da bunu bilir. Heç nə. Bu hadisə elə həmin şəxsin vasitəsilə dillərə düşdü. Söz yayıldıqca insanlar yavaş-yavaş ona tərəf yönəlməyə başladılar və o tədricən tanınmağa başladı. با اینکه مرحوم های طباطبایی رضوان الله علیه خیلی آروم بود. Baxmayaraq ki, mərhum Ağa Təbətəbai Rizvanullah əleyh çox sakit idi və həqiqətən də öz duyğularına hakim bir insan idi. Amma mərhum Ağa Qazinin adı çəkiləndə insan açıq aydın hiss edirdi ki, onun halında bir dəyişiklik baş verir. O elə bir ustad idi ki, mərifətə susamış insanlar ona yetişəndə doğrudan da sirab olurdular. اون روح بلند اون چنون در ایشون تأثیر گذاشته بود. O uca ruh onun üzərində elə bir təsir buraxmışdı ki, mərhum Ağa Təbatəbainin danışığında, hərəkətində, duruşunda və simalsında illər sonra belə insan bu təsiri açıq-aydın görə bilirdi. Həqiqətdə isə Tələb vadisində yolunu itirmiş, həqiqət axtarışında çaşqın insanlar bu cür şəxsiyyətləri gördükdə öz hədəflərini, öz məqsədlərini tapırdılar.